Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Hüquqşünasları Konfederasiyası, Müstəqil Qulf Studiyası və Xəzər Televiziyası təqdim edir. Oğlan mənə əməlli başlı öyrətdi. Nətər girmək lazımdır, cibə, nətər uğramaq lazımdır. Deyirsən, mənim xalam qızına mesaj yazıbsa, mən də əsəbləşdim, durdum, sağa getdim evdən. Hürbünün yanına satmadı, orada da. Əsas o ki, səhvimə nəticə çıxartmışam. Allah bağışlayandı, inşallah atam da bağışlayar. Daha ətraflı az sonra Rezonans proqramında. Qəhrəmanımız nə adının hallanmasını istəmədi, nə də üzünün göstərilməsini. Əslində, bəlkə də onun bu qərarı düzgün idi. Çünki onunla söhbətimizin mövzusu qətiyyən xanım adına yaraşan deyildi. Biz onunla oğurluqdan, daha dəqiqi civgirlikdən danışacağıq. Məhkum qadınla söhbət etdikcə aydın olur ki, doğulduğu ailə, böyüdüyü mühit və aldığı tərbiyə onu təbii olaraq bu arzu olunmaz yola sürükləməli idi. Mənim mamam yəni narkoman olub. Evimizə gəlirdilər, gedirdilər. Yəni oğurlar da gəlirdi, cibgirlər də gəlirdi, narkomanlar da gəlirdi. Düzdür, bizim 2 otağımız var idi, amma həmişə 2 bacı olmuşuq deyib ki, keçin o bir otağa. Amma istər-istəməz uşaq maraqlanır da, görür. Sonra televizorlara da baxanda eləyəndə istər-istəməz maraq oyanırdı. Gördüm ki, yox, bu oğru aləmin öz zakonları var. Məhz elə bu civgirlik üstündə tutularaq həbsxana həyatı yaşayan qadın müsahibimizin dediyinə görə onun bu aləmə gəlişi sırf ehtiyac üzündən olsa da, sonradan bu işə onda böyük maraq oyanır. Beləcə, böyük maraq və həvəs onu bu sənətlə məşğul olmağa vadar edir. Mamam narkotik üstündə tutuldu. Biz bacımızdan ikimiz qalmışdıq. Ondan sonra mamam çıxdı türmədən, yoldaşım mənə qaçırtdı. Uşaq oldu, bacım uşaq oldu, sonra yoldaşım tutuldu, mamam tutuldu. Yenə qaldım, bacım yanımda uşaqla, 2 dənə də uşaq özümün. 18 yaşım var, neyinirəm, biz sənədim yox, oxumağa qoymadılar. Bacım həkimliyi oxuyurdu, mamama iğnə vura-vura əlindədir də, oturdu narkotika. 18 yaşında bacım rəhmətə getdi. Bacım rəhmətə gedəndən sonra, 1 aydan sonra mamama ürəyə başladı, mama öldü. Bacımın uşağı da qalıb mənə. Mən baxıram, özümün də 3 dənə uşağım var. Bir dənə arvad var idi, adını çəkmirəm. Onun evində bilirdim ki, qulluqçular işləyir. Dedim, mən də gedərəm evində qulluqçuluq edərəm. Günə 10 şirvan pul verirdim. Heç də getdim, qapısını döydüm. Dedim ki, bəs belə-belə. O mamamı tanıyırdı. Dedi ki, yox. Mən səhər belə şey eləmərəm, amma sabahlarım gəl yanıma, gedək Bakıya. Məsələn, günə 10 şirvan pul verəcəm, gəl yanıma, sən prosta yanımda duracaqsın. Dedim, o nə yaxşı. Səhərsi gün gəldim yanına, getdik. Elə yanında dururdum, düzdür, belə fikir vermirdim. Bir dəfə, 2 dəfə, hər gün 10 şirvan verdim. Mən də gəldim, bacımı dolandırdım, özümü dolanırdı. Bildim ki, bu uğurluq edir də. Özümün də həvəsim oyandı ki, mən də bir gün eləyəcəm. Fikirləşsən ki, lehçisi bu uğurluqdur da, uşaqları dolandırmaq üçün. Bir gün, 2 gün gedirsən, görürsən ki, во-первых, lehki деньги, во-вторых, sənət yoxdur. Sonra da ki, demirəm, bu затягивает. Bir pavuçina kimi, bir balota kimi затягивает.
Bir dənə oğlan sonra öyrətdi məni. Bununla mən gördüm, yəni ürəyə gəldim. Oğlan mənə əməlli başda öyrətdi. Nətər girmək lazımdır, cibə nətər uğramaq lazımdır. Müsahibimizin təbirincə desək, bu peşə heç də asan peşə deyil və bu işlə məşğul olmaq üçün xüsusi istedad tələb olunur. 100 nəfərin içində sən bilirsən ki, bunda pul var. Yaxınlaşırsan, чувство себя adman не подводит da. Görürsən ki, doğrudan da sən dediyin kimi bunda pul var. Tutaq ki, dükana girmirsən. Düz deyirsən, Bakıya gələndə ya bir dükana girəndə sən belində olur ki, hə, sən oğurluq məqsədinə gedirsən. Amma imенно bilmirsən ki, imенно bu adamdan uğrayacağım. Yox. Şans. Gəldin, girdin dükana, bildin ki, bunda pul var, açdın, götürdün. Kişilər də cibindən qadının sumkasını açdın, götürdün. Onun da elə privilegiyası ondadır ki, hiss eləmirlər. Sən gərək elə götürəsən ki, o hiss eləməsin. Amma istənilən halda nə qədər professional səviyyədə oğurluq etsələr belə, onların içində hər an ələ keçmək qorxusu da böyük olur. Adicə pulu götürüb çıxırsan, dükandan tutaq ki, çıxırsan. Sən gərək yavaş gedəsən, tez-tez getməyəsən. Tez-tez dönüb baxsan, şübhələnəcəklər. İnsan bu dükandan çıxmısan, o tinə kimi gedənə kimi deyirsən ki, vay, arxadan indi yapışacaqlar. Vay, indi tutacaqlar. Yavaş-yavaş gedir. Gör, ürək adamı ne dup edir. Onların aləminin özəl qanunları var. Hər adamdan oğurluq etmək olmaz. Burada da kasıb və varlı arasında fərq olmalıdır. Onların düşüncəsinə görə bu daha ədalətlidir. Açırsan kaşoku, görürsən ki, orada pul azdır. Deyirsən ki, vurucu bu nəyin başına baxırsan, yaxşı gelir, amma pulu yoxdur, bəlkə axırıncı puludur. Deyirsən, ay xanım, kaşokumuz düşür. Əyilib götürüb verirsən kaşoku. Girirsən dükana, görürsən ki, dükanda 5.000 euroya köynəkdir, 8.000 euroya da şal vardı. Qız da bunu alır da, ikisinin üçün götürür, yığır ki, alır. Görürsən ki, bunun bir 500 manatını götürsən, heç bunun xəbəri də olmaz da, bu 8.000 euroya şalvar alır. Olub, açmışıq kaçloku, elə 500 manat götürmüşük, qalan pullar qalıb, təzdən bağlayıb qoymuşam. Sən demə, oğurluğun da növləri olurmuş. Oğurluqla oğurçuluğun arasında böyük fərq varmış. Maraqlıdırsa, siz də dinləyin. O, başqa sənətdir, evlərə girən, məsələn, bəziləri var, girir qapını döyür, fal adı ilə baxırlar, girib evdə soyudu, çıxdı. Tamam ayrı, oğurluqların nə qədər növü var. Mən də cibgirlikdən danışıram. Qızıl da olub, pul da olub, dokumentlər də olub. Dokumentləri tullamırıq. Dokument atırsan poçtun içinə ki, yiyəsi tapsın sonra. Oğru, cibgir, oğrucu, совсем разные вещи, da. Yəni, oğru böyük bir sözdür. Oğurluq eləyən adamla oğruçuluq eləyən adamın fərqi var. Oğrucu qanunlara riayət etməyən, o oğrucudur. Xanım məhkumun fikrincə bu işlə tək də məşğul olanlar var, qrup şəklində də. O baxır oğrunun fərasətinə. Əgər özünə güvənirsə tək, yox, əgər tərəddüd edirsə, bir neçə nəfərlə işləyir. Elə adam var, tək işləyə bilmir. Yanında gərək bir nəfər olsun. Elə adam var ki, yanında gərək 3-4 nəfər olsun. Biri baş qatsın, biri buna yəni belə də patal kimi çələsin. Mən çalışıram tək. O deyir ki, bu işlə məşğul olanların yaddaşı çox güclü olur. Onlar oğurluq etdikləri bütün adamların üzünü həmişə xatırlayırlar. Cibgirlik elə bir sənətdir ki, bu razboy deyil, pulu gərək elə aparasan ki, inciməsin. Amma bir şey də var ki, kimdən ki, nə qədər pul aparmışam, 5 il, 10 il keçər, onu mən görsəm, mən bilərəm ki, mən ondan pul aparmışam. Sifəti yadımda qalır. Maraqlıdır. Görəsən, onun özündən də nə vaxtsa oğurluq etmək istəyən olubmu? Avtobusda gedirəm, qulağımda naushnik, telefonda cibimdə, şalvarım arxasında.
Naushnikdə bunun kimi belə salmışam içəridən, görsən bir də belə. İşte mən qızın sumkasını açıram, bir də gördüm muzika kəsildi. Dönüb görürəm ki, oğlan telefonumu qırtdalayır. Bir dəfə aldım, taxtı, telefonu çıxartmayıb, prosta şeyi çıxardıb da, taxtım. Dedim, indi başa düşər də. Mən buradan işləyirəm, bu da oradan təzdən. Bir dəfə elədim, gördüm başa düşmədi. İkinci dəfə belə əyildim qulağına. Həmin o parolu dedim. Oğlan belə mənə baxdı. Efsör çıxdı, getdi. Bu cibgirlərdə elə bir şey var. Tutaq ki, məsələn, biz 2 nəfərik qızla. Doğulanlar var da, bir-birimizi hamımız tanıyırıq. Tutaq ki, avtobusda işləyirik. Biz qalxdıq, gördük ki, orada cibgirlər varsa, işləyirlərsə, orada jest edib, ya onlar düşməlidir, ya biz düşməliyik. Olmaz bir yerdə 2 nəfər işləsin də. Məhkum etiraf edir. Etiraf edir ki, tutduğu yol səhv olub. Amma seçim qarşısında qalan hər kəs heç də həmişə düz yolu seçə bilmir. Bir dənə onu bilirəm ki, böyük bir səhv deyilirəm mən, doğrudan da. Böyük bir səhv deyilirəm, amma nə eləmişəm, uşaqlarıma görə eləmişəm. Bəlkə də vaxtında oxusaydım, eləsəydim, beynimi salmasaydım bu uğur aləminə. Olmaz. O öz aləmlərinin sakinlərinə böyük hörmətlə yanaşır. Amma öz həmkarlarına belə bir məsləhət də görür. Hər kəsin öz ağlı da var. Kim nə eləyir, özünə eləyir. Bu işlə məşğul olduğu illəri və həbsxana həyatını unutmaq üçün o, cəzam bitdikdən sonra buralardan çox uzağa getmək istəyirəm, deyir. Uşaqlarımı götürüb elə gedirəm. Ucqar bir yer olsun, kənd olsun. Bir bu uşaqlarıma baxın. Cəlilabad rayonunun kəndində yaşamışam, Çomalı kəndi. Elə oxudum, məktəbim də elə orada oldu. Orta məktəb. 20 günə yaxındır buradayım. Obşu 26 zat gündür, belə 6 gün burada qalmışam karantinda. 6 gündən sonra girmişəm. Cavad Ağayev, Cəlilabad rayonunun Komanlı kənd sakini. Cəzası 5 il 7 ay. Cəzasının sonu 2019-cu il. Onun da deyək ki, Cavad internet yazışmalarına qurban gedib. İnternet şəbəkəsində girirdim orama. Şəkillərim vardı, orada çoxlu şəkillər qoymuşam. Girdim, elə bil gördüm, qiymət gəlib şəkillərimə, çoxlu. Nəysə girdim, yazdım ki, çox sağ ol da, şəkillərə görə təşəkkür. Kəhçidə elə bil, prosta çoxdan çıxıb da Azərbaycandan, birdən, Rusiyada qalırlar. Mən də adını düşünmüşəm ki, falan kəsdi Rusiyada. Da bilmirəm ki, kimdir, nəçidir, beləncə. Adını dəyişdirmişəm də sanırım. Nəysə, yazdım ki, çox sağ ol şəkillərə görə. Yazdı dəyməz, tanış ola. Mən də yazdım ki, məzələnsən məndən, mən bilmirəm ki, sən kişisən, belə.
Dedi ki, yox, mən kişi deyiləm, adım belədir, 15 yaşım var, səndən tanış olmaq istəyirəm, səni görmüşəm uşaq vaxtı, məktəbdə zaddan. Səni sevirdim, zaten opşun, belə sözlər dedim. Mən də opşun biraz yalışdım, onun da xalası oğlu var, kətdədir, tanımırdım ancaq xalası oğlu. Bu da onun parolunu bilirmiş elə. Girib görüb mənim mesajlarım, mənə zəng vurdu ki, mesaj vurdu, dedi, haradasan, dedim evdə. Deyib, bir dənə gələ bilərsən meçid yanına, gəldik mən siz yanına, getdik körpüyə tərəf. Getdik körpüyə deyib, deyirsən mənim xalam qızına mesaj yazıbsan internetdə, nəysə biraz orada şeylər mühafizə elədik, ayrıldıq heç nə demədən çıxdı, gəldi evə. Gəldim evə elə ahə gedəsi idi. Gəlirdim mən sizə yemək yiyib, gələcəkdim ahə saxlamaq. Girdim deyim, girim bir dənə internetə, görüm nə var, nə yox. 3-4 dənə mesaj gəlmişdi, elə bu mesajlardan biri də bu şeydir, xalası oğlu. Xalası oğlu gördüm, söyüş yazıb internetdə. Pis-pis söyüşlər yazmış. Mən də əsəbləşdim, durdum, bıçağı götdüm evdən. Çıxdım, gəldim, zəng gəldim, məscidin yanında durdum. Deyim, haradasan, dedim, evdə. Deyim, nə məscidin yanına, gəldi məscidin yanına. Apardım bunu körpüyə tərəf, körpünün yanına. Körpünün yanına satmaq edirlər, orada da burada. Cinayəti törətdikdən sonra 17 yaşlı Cavad anlaşılmaz hisslər içində səhərə qədər Komanlı kəndinin küçələrində gəzir. Qayıtdım səhərə yaxın, gəldim evə. Gəldim evdə zətdə görüşdüm elə bir atamla, anamla, belə xala uzat da bizdə. Görüşdüm eləncə, sonra şeydir, xala oğlu dedim ki, atamın gələcədə. Zəng eləyin, gəlib aparsınlar da mən. Zəng elədilər eləncə, çörək də yedim, elə səhər bitdi ki. Zəng elədilər, gəldilər, apardılar, elə o, gəlmişik. Onu 17-18 yaşı olardı. Şikayətçidirlər, indi ki, burada. Həyatda heç kim deyə bilməz ki, mən gəlməyəcəm, heç kim özünün həyata sığortalan. Hər an gələ bilər, kim istəsə, fərqi yox. Həyat. Darıxmaqdan keçib, arada görsən, ev yazır, yada düşür, eləyir. Darıxmaqla heç nə olmur, darıxmaqla. Darıxdın, çıxa bilmirsən üstədə, nə qədər darıxasan yenə özə ziyandır, qalsan burada. Valideynlərim nə deyəcəyəm, olmazdı belə. Gəlib vəbşin belə hadisə olmazdı, söyüş olmazdı. İstər-istəməz adam bilsin. Cavad neçə müddətdir ki, məhbus həyatı yaşayır. Maraqlıdır. Bu zaman kəsiyində onun düşüncəsində hansı dəyişikliklər olub? Düşüncəndə çox şeylər dəyişir. Həyat adam başa düşür, çətinliyə düşəndə hər şey dəyişir. İndiki düşüncəsi ilə o həmin cinayəti yenidən törədərdimi? Nə olacaq deyə bilmərəm. O zaman... Bu o demək deyil ki, cəza çəkmə müəssisəsində cəza çəkib o qəddar bir insandır, qatil bir insandır, ona yoldaşlıq eləmək olmaz və yaxud da ona qız vermək olmaz. Yox,
Əksinə, burada elə cavanlar var ki, çətinlikləri burada görüb, çıxandan sonra ailələrinin qədrini daha da ondan yaxşı biləcəklər. Mən məhkum olarlar, yəni içəridə daxildə məhkumlar arasında və görürəm ki, 99%-i öz peşmançılıq hissini keçirdi və peşman olduğunu bildirirlər ki, nəyə görə cinayət törətmişik. Səhv eləmişəm, boynum ağla. Haqq da qazandırıram. Yəni, bəlkə mənim də övladımız üstə mənə qarşı belə eləsəydi, yəni atam göstərdiyi təsir, atam göstərdiyi münasibəti mən də tamam üçün valideynlik edərdim. Sadəcə bir səhvdir. Əsas odur ki, səhvimə nəticə çıxartmışam. Yəni, Allah bağışlayandı, inşallah atam da bağışlayar. Daha ətraflı az sonra Rezonans proqramında. Üç il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam Hacıqabul rayon məhkəməsinin hökmü ilə. Evliyəm. Uşaqlarım ali savaddadır, İqtisad Universitetini qutarıb. Özüm ali savadlıyam. 1992-ci ildən 1998-ci ilə qədər döyüşlərdə iştirak və xidmət etmişəm. Fərman Hüseynov Hacıqabul rayonunda anadan olub. 3 il 3 ay azadlıqdan məhrum edilib. Həbsxanada yaradılan Vətənpərvərlik Dərnəyinin rəhbəridir. Evlidir. Olur hadisədə hamının başına gəlir, cinayət törətmişik, cəzamızı çəkəcəyik, öz qohumumla savaşdım. Nəsə, sövüş söydü, o sövüşü mən götürə bilməzdim. Özüm üçüncü qrup əliləm, döyüşlərdə vurulmuşam, kontuziya almışam. Bəlkə də ona əlaqədar olarmı, bəlkə də səbirsizliklə, neynəsə əlaqədar olaraq öz xalam oğlum bıçaqla vurdu. Sağdı o adam? Bəli. Ali savadlı ailə olmuşuq. Olub da, elə bizim nəslin içərisində də birinci cəza çəkmə müəssisəsində fişəng elə mən olmuş. Burada mənim güzəranım budur ki, biz burada məhkumların təşəbbüsü ilə, Qarabağ müharibə veteranlarının təşəbbüsü ilə, müəssisə rəhbərliyi köməkliyi ilə Vətənpərvərlər Dərnəyi yaratmışıq. O dərnəyin xidməti budur ki, əvvəla vətənpərvərlik bu hamı üçün vətən əzizdir, doğmadır. Yeganə cəza çəkmə müəssisəsi 58-ci ildən Səlyan rayonunun əvvəl Xələc kəndi, indi Yenikənd kəndidir, burada fəaliyyət göstərir. Bir Aral Sovetlər İttifaqı dağılandan sonra eşitdiyimə görə, burada o müəssisənin fəaliyyəti dayandırılır. Bir də başqa millət yoxdur ki. Burada hamısı Azərbaycanlıdır, öz qardaşımızın balalarıdır, mehribançılıq, münasibət. Bəzən başa düşməyən, belə neysə başa düşmürsə, məsləhət edir, soruşur. Özü Allah şükür, hamısı özünüz də fikir verirsiniz. Özünüz də çəkilişdən də gördünüz ki, mehribançılıq necədir. Bu rezonans verilişi həqiqətən də Azərbaycanda və dünyada sensasiyalı bir veriliş oldu. Həqiqətən də bu rezonans. Mən baxırdım, qibtə eləyirdim ki, yəni bizim cəza çəkmə müəssisəmiz Bakıdan aralıdır, ona görə bura gəlmirlər. Bu valideynlər baxırlar, hər dəfə başqa cəza çəkmə müəssisələrində görəndə onlar da təəssüflənirlər ki, görəsən niyə görə Səlyan rayonunun Yenikənd kəndinə gedmədilər. İndi Allah şükür bu günləri gəlmişsiniz.
Mən bütün verilişin qeydlərini aparıram. Hamısını yazıram. Məndə vərəqlərdə, ağ standartlar vərəqlərdə var. Kimlər çıxış edir, nə qədər cəza müddətləri var, nə ilə əlaqədar olarlar, məhkum olublar. Mənim əsas məqsədim budur ki, qismət olsa, salamatçılıq olsun, azadlığa çıxandan sonra inşallah rezonans verilişinin yaradılması, orada iştirak edən, çıxış edən şəxslərin, məhkumların, valideynlərin, onlar haqqında və bu Azərbaycanda həqiqətən də dünyada rezonans yaradan və sensasiyalı bir veriliş haqqında kiçik də olsa, ya balaca da olsa bir kitab hazırlamaq olur. Mən belə bir qənaətə gəldim ki, insanların istər cəza çəkmə müəssisəsində, istərsə də əhalinin içərisində inteqrasiya olandan sonra onların yaşayış, həyat tərzi, etirafları və səhvlərini başa düşmələrini siz işıqlandırırsınız. Bu da onu göstərir ki, bəli, Azərbaycanda həqiqətən cinayət törətmək lazım deyil. Bir nəfər var, Səfər Səfərov, rezonans verilişində o çıxış edirdi, çatmaqaş oğlan idi. Deyir ki, mən balalarımın yanına getmək istəyirəm. Çünki mən bir gün bir qapıya elçiliyə gedəcəm, bir gün mənim qapıma gələcəklər qız almağa. Mən balalarımı tərbiyə etməyə gedirəm. Artıq hamı öz səhvini başa düşür. Mən istəyirəm ki, mən balalarımın yanına qayıdım. Çünki o kənddə ağsaqqal olacağam. Mənim qapıma nişan gələcəklər. Mən kiminsə qapısına nişan gələcəyəm. Onları böyütmək istəyirəm. Xeyirdə şəhərdə oturmaq istəyirəm. Yaşamaq istəyirəm. Onları müflüs, atasız böyütmək istəmirəm. Azərbaycanın gələcəyi odur. Mövzu olaraq mənə orada həqiqətən təsir edən bəzi məhkum var, öz gözləmədən cinayət törədir, düşür. Bəzən namusuna görə törədir. Mən o Lənkəranlı qadın var idi, danışırdı orada. Öz bacısının asılmasında şərait dedi, mən dedi, özüm ona dedim. Bir o məni çox təəssüfləndirdi. Çünki deyir, mənə hətta deyir, yaşadığım ərazidə şefi bacı deyirdilər. Onun söhbətindən, onun hərəkətlərindən görürsün ki, bu namusuna həqiqətən, namusuna, qeyrətinə qatılan bir adam olub. O onu qəbul edə bilməyib. İndi də təəssüflənirdi. Hətta dedi ki, onun başdaşı yoxdur, gedəndən sonra özüm ona başdaşı qoyacam. Qapalı təzyiqxanadan bir nəfər danışdı. Yasin Qasımov, Cəllabad rayonunda əskər olarkən, indi nə dərəcədə düzdür, nə dərəcədə düzdür, mən onu deyə bilmərəm. Ancaq həqiqətən də onun anasının bir sözü, dedi, əgər oğlum bu cinayətdə həqiqətən olubsa, biz əfəndim, mənim də canım qutarardı da, Gədəbəyin Şınıq kəndi, bəlkə də burada tanımırlar haradadır. Hələ Şəmkirdə düşüb Gədəbəyin Şınıq kəndinə gedmək üçün 4 saat, yarım 5 saat vaxt lazımdır. O qadının oradan Qobustana gəlməsi, Qobustandan ora gedməsi həqiqətən mənə çox belə sarsıcı təsir bağışladı. Həyatım, varlığım, ömrüm ayanı, çəkdiyim niskilacına qurban. Bilirəm dərdimdən ağarıb elə, o vaxtız ağarmış saçına qurban. Oğul həsrəti ilə hər axşam səhər, çırpınan rəng çəkdi çox kədər.
kim dözə bilərdi dərdəsən qədər? Yenməz iradənə, gücünə qurban. Həmişə dərdimə sən əlac oldun. Məni tox saxlayıb özüm ac oldum. Ömrümə günümə taxta tac oldum. Sənin qayğı adlı tacına qurban. Bilirəm ay ana, həsrətim bugün. Dağ çəkir köksünə hey düyün. Bağışla ay ana. Xoşbəxt sən ömrün. Getdi mən Yasinin suçuna qurban. Elə o verilişdə iştirak edən, o verilişin aparıcıları ilə həqiqətən də ünsiyyət qurmaq, münasibətli olmaq, söhbət eləmək şəxsən mənim özüm üçün elə bir ki, hansısa bir şərəfə nail olmuş kimi bir şey. Hər bir vaxtı məhkum sözü hər bir insanın üstündə elə bir ki, nəsə bir insanların içərisinə inteqrasiya olunandan sonra bu türmədən çıxıb, bu cinayətkardır. Amma nəyə görə düşüb, necə olub düşüb, anlamadan düşüb, etiraf edib düşüb, bunlar bir dənə məni ağrıdan cəhət olur. Bu o demək deyil ki, cəza çəkmə müəssisəsində cəza çəkib o qəddar bir insandır, qatil bir insandır, ona yoldaşlıq eləmək olmaz və yaxud da ona qız vermək olmaz. Yox, əksinə burada elə cavanlar var ki, çətinlikləri burada görüb, çıxandan sonra ailələrinin qədrini daha da ondan yaxşı biləcəklər. Artıq neçə ildir ki, burada cəza çəkən jurnalist Aqil Mahmudov insanları cinayətə vadar edən səbəblərlə bağlı fikirlərini bizimlə bölüşdü. Mən məhkumluq həyatı keçirdim, ancaq bu məhkumluq həyatı o deməkdir ki, bu da mənim üçün bir məktəb oldu. Hər bir məktəbi keçmişdik, ancaq bu məktəbi də gördük. Aqil Mahmudov, Göyçay rayonunda anadan olub. Respublikanın bir sıra kütləvi informasiya vasitələrində müxtəlif vəzifələrdə çalışıb. Jurnalistdir. 3 il azadlıqdan məhrum edilir. Reallıq budur ki, bu məktəbdə insanlar bəziləri deyir ki, islah olunmur, bəziləri deyir olunmur. Ancaq mən belə fikirləşirəm ki, insan bu məktəbdə hər bir şeyi görürsən, hər bir şeyi götürürsən və islah olunursan. Yəni vacibdir ki, hər bir adam bu məktəbi görsün? Yox, xeyr, mən istəmərəm ki, heç kəs bu məktəbi görsün. Çünki heç kəsə arzu etmərəm. Sual olur ki, insan nəyə görə cinayət törədir? Bəli, insanın özündən asılıdır hər şey. Hər bir məhkum özünü təmizə çıxartması, içi mən qarşı, reallığı deyək. Heç olmasa, günah eləyənlər də var, cinayət törədənlər də var, amma etiraf etmək istəmirlər. Bu reallıqdır. Anlaşılmazlıqdan əmələ gəlib, ola bilər, amma çoxunda cinayət var. Heç olmasa da törədənlər var. Etiraf etmək lazımdır, etmişik. Bunu etmişik. Jurnalist kimi içərdiyəm və hərəsiylə araşdırma aparmışam, dərs sorğusu keçirmişəm, hətta mən məhkum ola, yəni içəridə daxildə məhkumlar arasında və görürəm ki, 99% öz peşmançılıq hissini keçirdi və peşman olduğunu bildirirlər ki, nəyə görə cinayət törətmişik.
Məhkum Musayev Valih Əlsoğlu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 təkrar dəlilsizlik, 180.1 soyğunçuluq və 310-cu maddə ilə vəzifəli şəxsin vəzifə mənsubu maddə ilə təqsir bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. Hal-hazırda cəzamı penitensiya xidmətinin 5 saat cəza çəkilməsini çəkirəm. Belə məruzə eləməyi burada öyrəniblər sizə? Bəli, mən müəssisəyə 2011-in dekabrın 3-ü daxil olmuşam. Müəssisənin karantin bölməsində Nəzarət Rejim Şöbəsinin inspektoru gəlib bizə öyrətdi, sırf məhkumun özün davranış qaydasını, məruzəsini, bu kimi şeyləri bu mövzuda bizə dərs getirdilər. Valih Musayev, dələduzluq və soyğunçuluq maddəsi ilə 5 il 6 ay azadlıqdan məhrum olunub. Belə deyək də, hər iki günün nəticəsində kiçik bir cinayət törətdim. Onu da istəməzdim, heç kəs istəməz. Sadəcə hamı öz əməlinə görə cəzasını almalıdır. Mən də öz əməlimə görə cəzamı almışam. Barışıram cəzamdan. Amma təmiz səmimi etiraf edeyim, peşmanım. Gərək cinayət eləməzdim. Tələbə yoldaşımdan pul almışdım. Özünə etiraf elədim ki, budur. Pulu tələb edirəm, verə bilməyəcəm. Müəyyən vaxt versin, işləyib qaytararam. O da dözmədi, polis orqanına müraciət elədi. Ondan əlavə də məndə maddələr var idi, 310-cu maddə. Sonra soyğunçuluq da var yüksəkdə. Hamısı mənim 3 gün içində olub, bəli. Binəqədi rayonunda Biləcər qəsəbəsində. Seva marketin yaxınlığında gedirdim, nə malum isə tanımırdım. Əlindən kompüter aldım, qaçdım. Həmin əraziyə də Binəqədi rayonun 5-ci bölməsi baxır. Elə bir hadisəni törətdikdən 17-18 gün sonra şikayət elədi. 18-ci gün məhcur bölməyə çağırdılar. Həmin ərəfədən həmin gün şikayət eləmişdi. Çağırdılar polis bölməsinə, Binəqədi rayon 5-ci polis bölməsinə. İzahatımı aldılar, sübuta yetirdilər. Toplandı, sonra Binəqədi rayon məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə, müvafiq maddelərlə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. Mən ziyalı ailəsində böyümüşəm. Qardaşım da, evdəkilər, biri Tibb Universitetinin Qutaraq Stomatologiya Fakültəsində, biri Bakı Dövlət Hüquq Fakültəsində oxuyur. Mən valideynlərim də təhsillidir. Sadəcə belə deyim də, son 5 il bəlkə ərköyünlükdən irəli gəldi. Atam Ədliyyə Nazirliyinin penitensiya xidmətində işləyib uzun müddət. Təlim Tədris Mərkəzində Tədris şöbəsində rəis işləyib. Mən məhkum olundan sonra 2012-ci mart ayında, mən 2011-də məhkum olmuşam. Mən məhkum olundan sonra təqaüdə göndərildi. Təqaüddə olan ədliyyə polkovnikdir. Bəlkə ona görə mənə hal-hazırda cəza çəkmək biraz çətindir. Mənim hardasa baxmır, bəlkə valideynim bu orqanda işləməsəydi, mənə hardasa asan da olardı. Sadəcə ki, mənim olur da tanıyırlar. Baxırlar hökmümə, qərara baxırlar, Musayev Valih Əlsoğlu. Sən filan kəs Əlsanlı olursan, hardasa xəcarət gəlir mənə. Mən o sıxır ki, mənə gələk istər müəssisə rəisi, istər müəssisənin işçiləri, mənə gələk məhkum valih kimi tanımazdılar. Hansısa bir vəzifənin rəisi kimi tanıyardılar, gələrdilər, deyərdilər ki, biz sən atamla bir yerdə işləmişik, sən atam bizə dərs keçib. Mən istəyərdim ki, atamın kollegiyalarından bir vəzifə sahibi olaraq tanış olun. Yenə də məhkumluq son deyil. İnsanın gəl qəlbində ümid olsun, ümid ölməsin. Düz ümid ən axırıncı ölür deyirlər. Mənim hər gün o yat komandasından sonra tabana uzanırsan yerində, gözünü tikirsən tabana. O xəyallar ki, fikirlərsən, ümidlər. Nə vaxt çıxacam çölə, o azadlığın addımlığında, azadlığı qoxusunu ildir sənə. And olsun Allah'ım əlim, bəlkə məhkum üçün o andan gözəl şeyin heç olmaz. Uşaqlıq arzum mənim atam əvvəl əməliyyatçı olur. Həmişə uşaq vaxtı atamın tabletlərinə baxardım, deyərdim, nə vaxtsa mən də böyüyəcəm. Atam vəsiqəsində yazılmış ki altında. Bu vəsiqənin sahibinə tabletləri gəzdirməyə icazə verilir. Atamın formasını görərdim, və yaxud işinə girərdim, görərdim. Deyərdim ki, uşaq vaxtı arzum idi ki, böyüyündə əməliyyatçı olur. O zaman elə oldu, düzdür, mən də əvvəl ixtisasını dəyişirəm, başqa ixtisas üzrə. Yəni, həmişə çalışmışam ki, simpatiyam olur, özümdə idmançı olmuşam. Fikrim olub, sadəcə elə oldu ki, qismətdə, yenə də qismət olmadı. Hansı bir gizlin təşkilatda gəlmişəm. Xülyaları canlandırıram özüm.
Ən azından çalışıram ki, canlandırım, yaradım obrazı. Yəni mən tutan gündən bəlkə mən də, yəni valideyn məndən biraz haqq da qazandırıram, düz eləyirlər. Çünki dediyim kimi də, yəni gəlinəm tutulmam. Tutulduqdan sonra valideyn biraz yəni əlaqəm kəsilib, isti münasibətdəyəm. Yəni isti münasibətdə deyiləm. Gəlib getmirlər, nə yanına? Xeyr. 2 ayda demək olar ki, görmürəm. Nəsə sözün varsa var, dedim. Sabahın önce oturduğunda danışmaq istəyərdim, nə demək istəyərdim? Neyse, bir də onun ayağına sağlamaq istəyirəm. Sistemdə işləyir, biraz onun dünyaya baxışı başqa cürdür. Yəni mən tutulduqdan sonra, yəni belə deyim də, cinayətkar damğası vurulandan sonra istəmişəm mən bir-iki dəfə yəni şey eləyim, telefona danışam, danışma, yəni cəsarət eləmədim. Bunu məktub göndərmişəm, telefonla yazmışam, yəni müsbət rəy gəlməyib, istəyərdim gəlsin. Yəni, səhv eləmişəm boynum ağla, haqq da qazandırıram, yəni bəlkə mənim də övladım üzr istəyən mənə qarşı belə eləsəydi, yəni atam göstərdiyi təsir, atam göstərdiyi münasibəti mən də onun üçün valideynliyi eləyərdim. Sadəcə bir səhvdir, əsas odur ki, səhvimə nəticə çıxartmışam. Yəni Allah bağışlayandır, inşallah atam da bağışlayar. Sözünü çatdıra bilmədiyim yəni valideynimə, əgər onların sayəsində bir rezonans verişim vasitəsilə mən onlara bu fikrimi çatdırıramsa, mən onlara minnətdar olmaya bilmərəm. Yəni heç nəyə görə yox, sırf bu şəraiti mənə yaratdığına görə. 2 ayda mən bu şəraiti özümə yarada bilməmişəm. Hamınıza minnətdaram. Allah bütün məhkumların qapısını açsın, Allah sizi var eləsin. Bir də azadlıqda olan məhkum yoldaşlarıma da aiddir. Azadlıq olan insanlara deyirəm ki, çalışın azadlığın qədrini bilin, dəyərini bilin. Yox, müəllim, indi məncə düzgün insan, normal insan yəni cinayət eləməz. Yəni açıq etiraf edirəm mən bugün bunu. Yəni səmimi deyirəm, bəlkə kimsə mənim tüstü haqqına gələrəm, bəlkə nəyəsə görə, yəni təmiz səmimi söhbət edirəm. Yəni əvvəlki vaxt deyirəm mən, əvvəlki vaxt deyil. Biz azadlığı gözlədiyimiz kimi azadlıq da 4 divarın arxasında, tikanlı məhfilin arxasında bizi gözləyir.
Bu xanım 64 yaşlı Rəna anadır. Nə qədər dəhşətli səslənsə də birbaşa deməyə məcburdur. Onun doğma balası gözləri qarşısında yanaraq külə dönür. Bir göz qırpımında qəfildən hanı çıxdıq ki, yalının içində. Bircə onun üzün salamat saxlaya bildim əllərimlə. Öpərəm əllərindən, öpərəm gözlərindən, dayan qurban Allah'ım mən sana. Bir müddət sonrasa ruhi vəziyyəti dəyişən ana özü də bilmədən öz nəvəsi kimi sevdiyi qaynı nəvəsini qətlə yetirib. Qızdan sonra elədir ki, mən oldum bir ayrı aləmin adamı. Sonra da uşağı öldürdüm. Bir günahsız uşağı öldürdüm. Hiç belə ürəyimdə ağrımadı. Böyle öldürdüm. Ömrünün 7 ilini həbsxanada yatan və hələ 8 ilini də burada qalmağa məcbur olan Rəna ananın dəhşətli həbsxana yaşantıları. Daha ətraflı növbəti proqramda. Bazar ertəsi saat 22:05-də Rezonans proqramında. Mübariz Əsgərovun telelayihəsi. Məhkumlardan ibarət yaradıcı qrup, şəxsən Azərbaycan Respublikası Ədliyyə Naziri Cənab Fikrət Məmmədova, Nazir Müavini Penitensiar Xidməti Rəisi General Mədəd Quliyevə və Azərbaycan Respublikası Milli Məclisi Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Millət Vəkili Əli Hüseynliyə dərin təşəkkür edir.